Deməli, bu gün sizə mən web versiyada mal alışı necə olunur, onu izah edəcəm. Daxil oluruq sənədlər, mal alışı hissəsinə. Yeni düyməsini sıxırıq. Daha sonra təsisatçılardan təsisatçımızın adını daxil edirik. İki dəfə vuraraq seçə bilirik və yaxud da burada plus düyməsini vururuq. Axtarış hissəsində təsisatçımızın adını axtarışa veririk. Belə iki dəfə üstünə vuraraq da seçə bilirik. Yox, əgər ki təsisatçımız yoxdursa, yeni düyməsini açılan pəncərədə sıxırıq və burada adını daxil edirik. Yaddaşa yazırıq və görəcəksiniz ki, yaratdığımız təsisatçı gəlib həmin siyahıya düşür. Daha sonra təsisatçımızın adını seçdikdən sonra biz malları daxil edirik. Burada mallar düyməsi var. Seçirik malları. Təsisatçımızı məhsullarını məsələn axtarışa vermək istəyirsə, burada axtarış düyməsini vuranda məhsulların adı çıxır. Almaq istədiyimiz məhsulu burada siyahıdan seçirik. Neçə dənə alacaqsa sayını daxil edirik. Oku vururuq. Digər bir məhsulu da seçirəm. Məsələn, bundan da 4 dənə. Bütün məhsulların adını daxil etdikdən sonra aşağıda ok düyməsini vururuq. Və görürük ki, burada gələn məhsullar siyahıya düşür. Biz burada məhsulların miqdarını daha sonradan dəyişə bilirik. Məsələn, istədiyimiz kimi artıra və azalda bilərik. İstəmədiyimiz məhsulu burada siyahıdan silə bilərik. Və yaxud da məhsulun üstündəki barkodu oxudaraq burada artıq oxudan kimi görürsünüz ki, avtomatik olaraq gəlib burada siyahıya düşür. Daha sonra biz alış qiymətin, satış qiymətini özümüz təyin edirik. Burada daxil etdikdən sonra biz daha sonra məhsulların xərcini də işləyə bilərik. Burada xərc hissəsi var, gördüyümüz kimi keçirik bura. Yeni sətir əlavə edirik və məsələn burada qiymətə görə, həcmə görə, idxal edə və görünür üsuluna görə burada xərcləri işləyə bilərik. Məsələn, biz deyirik qiymətə görə xərc nə olacaq? Məsələn, daşınma xərcidirmi və s. Burada aşağıda açılanlardan da seçə bilərik və yaxud da plus düyməsini vururuq. Burada bizim xərclərimiz açılır. Burada indi gördüyümüz kimi daşınma xərci var. Əgər yoxdursa, yeni düyməsini vururuq, yeni xərc əlavə edirik. Məsələn, eyni cür yazacağam. Xərci məsəl üçün xərc və xidmət olaraq qeyd edirik, yaddaşa yazırıq, bizdə indi var. Daşınma xərcini biz buradan seçirik. Təsisatçımız kimdirsə, onu daxil edirik, plusu vururuq. Məsələn, təsisatçı bizə daşınma xərcini hansı şirkət verirsə onu. Məbləği qeyd edirik, məsələn, 15 manat. Daşınma xərci var və bu 15 manat daxil edəndən sonra artıq xərcləri bitirdiksə, burada yaddaşa yazırıq sənədi. Və sənədi yaddaşa yazandan sonra əgər sənədin daxilinə baxmaq istəyir, üstünə 2 dəfə vururuq, həmin sənəd açılır. Hansı məhsullar almışıq, hansı təsisatdan almışıq onu göstərir. Burada deməli əsas nələr var idi? Fərqli şöbəniz varsa, fərqli anbarınız varsa, bu məhsulların hamısı anbar qalığında göstərilsin və yaxud da bu məhsullar hansı şöbəyə almısınızsa, onları da daxil edə bilərsiniz. Məsələn, belə bunun üstündə göstərəcəm. Məsələn, fərqli bir şöbəyə almısınızsa, buradan hər hansı şöbədirsə onun adını seçirsiniz. Elə üstünə 2 dəfə vurmaqla dediyim kimi seçə bilərsiniz. Və yaxud da həmin şöbənin fərqli bir anbarına əgər alış olunubsa, məsələn, mərkəzi şöbənin məsələn, xammal anbarına 2 dəfə vuraraq yenə anbarınızı buradan dəyişdirə bilərsiniz. Müxavirləşmə nədir? Müxavirləşmə sənədlərinin hesabatlara təsir edib eləməməsidir. Yəni, bu sənədin müxavirləşməsini söndürsəz, yəni sizin heç bir hesabatınıza olsun, yəni anbar qalığınıza olsun, bu sənəd təsir eləməyəcək. Bu qədər. Daha sonra da dediyim kimi anbarda dəyişdirdikdən sonra artıq burada yaddaşa yazırıq və həmin məhsullar gedib həmin anbarda düşür. Mal alış hissəsi bu qədər.